Salamlar. Bugün sizlərə eyni yumurta əkizləri və müxtəlif yumurta əkizlərini, eyni zamanda əkizlik üsulunu izah edəcəyəm. Mənə elə gəlir ki, hamı üçün maraqlıdır. Eyni yumurta əkizləri necə yaranır? Bəs müxtəlif yumurta əkizləri necə yaranır? Onların bir-biri ilə oxşar, fərqli cəhətləri nədən ibarətdir? Bugün biz bütün bu suallara qısa video izahda cavab tapacağıq. Eyni yumurta əkizləri yaranarkən, mayalanmada əkizlərin sayından asılı olmayaraq cəmi 2 qamet iştirak edir. Bir yumurta hüceyrə, bir spermatozoid iştirak edir. Deməli, fərqi yoxdur. 2 eyni yumurta əkizi, 3, 4 və daha çox eyni yumurta əkizlərinin yaranmasında onların sayından asılı olmayaraq, onların yaranmasında yalnız 2 qamet, bir yumurta hüceyrə və bir spermatozoid iştirak edir. Bəzən testlərdə soruşa bilər, eyni yumurta əkizlərinin yaranmasında neçə qamçılı qamet iştirak edir? 1 ədəd. O da spermatozoiddir. Neçə dişi qamet iştirak edir? 1 ədəd. O da yumurta hüceyrədir. Sonra əkizlərin sayından asılı olmayaraq bir mayalanma baş verir. Yəni bir spermatozoid sadəcə bir yumurta hüceyrəni mayalandırır. Bəs necə olur ki, 2 və daha çox sayda eyni yumurta əkizi yarana bilir? Əkizlərin deməli sayından asılı olmayaraq bir mayalanmadan da bir zigot yaranır. Lakin biz bilirik ki, zigot sonradan mitoz yolla bölünərək çoxhüceyrəli rüşeymə çevrilməlidir. Zigot bölündükcə blastomerlər əmələ gəlir. 2, 4, 8 bu formada davam edir. Və yaranan blastomerlər bir-birindən aralanır və onların sonraki inkişafı müstəqil davam edir və beləliklə də 2 və daha çox sayda eyni yumurta əkizlərinin yaranmasına gətirib çıxardır. Ancaq onların, yenə deyirik, əkizlərin sayından asılı olmayaraq onların yaranmasında yalnız bir mayalanma baş verir və bir zigot yaranır. Əkizlər bir ziqotdan yarandığı üçün onların genotipləri də eynidir. Çünki onlar başlanğıcını bir ziqotdan götürür. Fərqi yoxdur. Say neçə olur olsun, əgər eyni yumurta əkizləridirsə, onların genotipləri eyni olacaq. Və biz dedik ki, ziqot bölünür və blastomerlər yaranır. Bu zaman blastomerlər bir-birindən aralanır. Əkizlərin sayından asılı olaraq biz deyəcəyik onu təbii ki. Məsələn, 2 eyni yumurta əkizi yaranırsa, ziqot cəmi bir dəfə bölünür və 2 blastomer əmələ gəlir. O blastomerlər bir-birindən aralanır və növbəti inkişaflarını davam etdirirlər. Onda belə çıxır ki, əkizlər bilavasitə ziqotdan yox, eyni yumurta əkizində təbii ki, onlar blastomerdən əmələ gəlirlər, bilavasitə desək. Lakin bir ziqotdan inkişaf edir. Ancaq bilavasitə ziqot bölünüb blastomerlər yaradır, İnkişaflar bilavasitə blastomerdən əmələ gəlir. Göbək ciyələrinin sayı uşaqların sayı qədər olur. Təbii ki, biz bilirik ki, 8-ci sinif biologiya dərsində biz cinsiyyət sistemini keçəndə qeyd eləmişik ki, deməli, göbək ciyəsi vasitəsilə orada arteriya və vena damarları var və onun vasitəsilə ana ilə döl arasında qida əlaqəsi və yaxud da anadan dölə qidalı maddələr, oksigen, eyni zamanda dölün qanından ifrazat məhsulları, karbon qazı çıxarılır. Yəni orada damarlar var. Təbii ki, deməli bütün döllər qidalanmalıdır. Göbək ciyələri sayı ilə uşaqların sayı qədər olur. Eyni yumurta əkizinin sayı nə qədərdirsə, o qədər də göbək ciyəsi olur. 3-dürsə 3-dür, 4-dürsə 4-dür. Əkizlərin sayından asılı olmayaraq bir ədəd cift olur. Məsələn, 3 eyni yumurta əkizimiz varsa, 3 göbək ciyəsi var. Hərəsinin bir ədəd. Lakin onların ümumi bir cifti var. Yəni fərqi yoxdur. Əkizlərin sayı neçə olur olsun, cift bir ədəd olacaq. Onlar göbək ciyələri ümumi bir ciftə bağlanır. Əkizlərin cinsiyyəti eyni olmalıdır, mütləq. Ya ikisi də qız, ya da ikisi də oğlan. Baxın, burada görürsünüz, ikisi də bir-birinə oxşar və cinsiyyətləri də eynidir və qızlardır. Və əkizlərin deməli, arasında fərq yalnız mühitin təsiri nəticəsində meydana çıxır. Əvvəla onu deyim ki, eyni yumurta əkizləri bir-birinin güzgüdə əksi kimidir. Onlar bir-birinə çox oxşuyurlar. Saçının rəngi, göz quruluşu, burun quruluşu və s. Yəni bir belə deyək də 2 bacı, 2 qardaş oxşarlığından daha çox oxşar olur. Lakin onlar arasındakı fərq yalnız mühitin təsiri nəticəsində meydana çıxır. Məsələn, eyni yumurta əkizlərində barmaq izləri eyni deyildir. Baxmayaraq ki, onların genotipləri eynidir. Baxmayaraq ki, onlar bir-birinə çox oxşayırlar. Lakin eyni yumurta əkizlərində barmaq izləri eyni deyil. Çünki barmaq izlərinin formalaşmasında mühit amilləri də iştirak edir. Ona görə də
biz deyəcəyik ki, deməli, eyni yumurta əkizlərinin fərqli barmaq izləri var. Çünki barmaq izlərinin formalaşması təkcə genotiplə bağlı deyil, həmçinin mühit amilləri də təsir edir. Ümumiyyətlə, elə əkizlik üsulu var, birazdan onun haqqında da danışarıq. Əkizlik üsulunda, deməli, eyni yumurta əkizlərinə mühit şəraitinin təsiri öyrənilir. Orada əkizlər başqa-başqa mühitdə saxlanılaraq onlardakı əlamətlərin hansı formada inkişaf edəcəyi öyrənilir. Gəlin baxaq burada müxtəlif yumurta əkizlərinə. Deməli, müxtəlif yumurta əkizləri mayalanmada əkizlərin sayından 2 dəfə çox qamet iştirak edir. Tutaq ki, bizim 2 müxtəlif yumurta əkizi uşaq dünyaya gəldiyini biz burada görürük. Deməli, onların sayından 2 dəfə çox, yəni 4 qamet iştirak edir. Deməli, əkizlərin sayı qədər yumurta hüceyrə iştirak edir. Yəni, o 4 qametin ikisi yumurta hüceyrədir, ikisi spermatozoiddir. Baxın, əkizlərin sayı qədər spermatozoid iştirak edir. Yəni, yenə deyirik, 4 qamet iştirak edir. Onlardan ikisi yumurta hüceyrədir, ikisi spermatozoiddir. Yəni, hər bir spermatozoid bir yumurta hüceyrəni mayalandırır. Burada indi 2 müxtəlif yumurta əkizi görürük. Əgər 3 və daha çox olarsa, tutaq ki, 3 müxtəlif yumurta əkizinin yaranmasında 3'ü 2 dəfə artıraq. 6 qamet iştirak edir. Onun 3'ü yumurta hüceyrədir, 3'ü spermatozoid. 4 müxtəlif yumurta əkizinin yaranmasında 8 qamet iştirak edir. Onun 4'ü yumurta hüceyrədir, 4'ü də spermatozoid. Əkizlərin sayı qədər mayalanma baş verir. Burada biz 2 müxtəlif yumurta əkizini görmüşük. Deməli, burada 2 mayalanma baş verib. 3 müxtəlif yumurta əkizidirsə 3 mayalanma baş verib. Və əkizlərin, deməli, əkizlər bilavasitə ziqotdan inkişaf edir. Bunu nəyə görə deyirik? Çünki burada mayalanmalar əkizlərin sayı qədər olduğu üçün elə mayalanma sayı qədər də ziqot yaranır. Yəni, hər mayalanmadan bir ziqot yaranır və hər ziqotdan da bir müxtəlif yumurta əkizi inkişaf edir. Və ona görə də əkizlər bilavasitə ziqotdan inkişaf edir. Ancaq eyni yumurta əkizləri üçün demişdik ki, əkizlər bilavasitə blastomerdən inkişaf edir. Əkizlərin sayı qədər ziqot yaranır, bunu da dedik. Müxtəlif ziqotdan yarandıqları üçün onların genotipləri də müxtəlif olur. Lakin biz eyni yumurta əkizləri üçün onların genotiplərinin eyni olduğunu demişdik. Genotiplər də müxtəlif olduğu üçün onlar bir-birinin güzgüdə əksi kimi deyirlər. Onlar elə bil ki, müxtəlif vaxtlarda doğulan bacı-qardaş kimi, ya 2 bacı kimi bir-birinə oxşuyurlar. Deməli, cinsiyyət məsələsinə də toxunacağıq. Yəni, sadəcə onların oxşarlığı bacı-bacı, qardaş-bacı, 2 qardaş, bu formada olur. Əkizlərin sayı qədər göbək ciyəsi olur. Yəni, bu eyni yumurta əkizi üçün də keçərlidir. Neçə əkiz, müxtəlif yumurta əkizi varsa, o qədər də göbək ciyəsi olur. Əkizlərin sayı qədər də cift olur. Tutaq ki, bizdə 3 müxtəlif yumurta əkizidirsə, 3 göbək ciyəsi olur, 3 də cift olur. Hər biri öz göbək ciyəsi ilə ayrı-ayrı ciftə birləşir. Və burada baxın, qısaca yazmışam. Göbək ciyəsinin sayı ciftin sayı ilə, o da uşaq sayı ilə. Yəni, bunların üçünün sayı bir-birinə bərabər olur. Müxtəlif yumurta əkizləri üçün. Əkizlər son cümləmizə gəlin diqqətlə baxaq. Eyni cinsiyyətli və ya müxtəlif cinsiyyətli ola bilərlər. Baxın, buradakı əkizlər müxtəlif cinsiyyətlidir. Biri gözəl göçək qızdır, biri də oğlandır. Bu mümkündür. Əgər siz çevrənizdə əkiz bacı-qardaş görürsünüzsə, əminliklə deyə bilərsiniz ki, onlar müxtəlif yumurta əkizləridir. Çünki eyni yumurta əkizlərin cinsiyyəti fərqli ola bilməz. Amma ola bilər ki, 2 qardaş əkiz olsun, lakin baxırsınız ki, onların oxşarlığı sadəcə 2 qardaş səviyyəsindədir. Yəni, bir ananın 2 övladı, yəni müxtəlif vaxtda dünyaya gələcək 2, belə deyək də, övlad səviyyəsində bir-birinə oxşuyurlar. Bir-birinin güzgülü əksi kimi deyirlər. Onda deməli onlar da müxtəlif yumurta əkizidir. Və ya 2 bacı var, tutaq ki, baxırsınız, bunlar elə bacı kimi bir-birinə oxşuyurlar sadəcə. Deməli onlar da müxtəlif yumurta əkizidir. Uşaqlar, burada 2 nümunəni 2 əkiz üzərindən çəksəm də unutmayın. Yəni müxtəlif yumurta əkizlərinin sayı sadəcə 2 yox və daha çox da ola bilər. 2 və daha çox ola bilər. Gəlin burada bu şəkilə də baxaq. Burada fikir verirsiniz. 2 yumurta hüceyrə 2 ayrı-ayrı spermatozoidlə birləşib. Baxın, burada 2 yumurta hüceyrə 2 spermatozoid iştirak edib. Deməli, bu bir mayalanma, bu da ikinci mayalanma və hər bir mayalanmadan da ayrı-ayrılıqda ziqot yaranır və hər ziqotdan da yeni deməli
uşaq dünyaya gəlir, uşaq formalaşır daha doğrusu. Fikir verin, hər birinin özünün burada göbəkciyəsi var və hər birinin ayrı-ayrılıqda cifti var. Bu müxtəlif yumurta əkizləridir. Bir də qayda bayaq mənim yadımdan çıxıb. Burada fikir verin, bu əkizlər üçün fikir verin, bir yumurta hüceyrə bir spermatozoidlə mayalandı və deməli bir ziqot yaranır, lakin ziqot bölünüb blastomerlərə parçalananda blastomerlər bir-birindən aralanır. Bilavasitə blastomerdən iki eyni yumurta əkizi formalaşdı. Onların göbəkciyələri ayrıdır, lakin ümumi bir ciftdə birləşiblər və bunlar da iki eyni yumurta əkizləridir. Burada iki üzərindən nümunə göstərsəm də yenə də xüsusilə vurğulayıram ki, siz buradakı qısa qeydlərə diqqətlə baxın. Bu qeydləri götürün və bu sizə bununla bağlı testləri işləməkdə kömək olacaq. Və uşaqlar, çox güman ki, situasiya tipli suallarda imtahanda bizim qarşımıza əkizlik üsulundan yəni hər hansı bir məqam çıxa bilər. Xüsusilə də nədənsə bunu situasiyada mən gözləyirəm. Mütləq bu hissəyə diqqətlə baxın. Növbəti əkizlik üsulu ilə öyrənilən əlamətlər, deməli, infeksion xəstəliklərə meyillilik, barmaq izləri, sifətdə çillilik bu əkizlik üsulu ilə öyrənilən əlamətlərdir. Yəni biz qeyd elədik ki, əkizlərə mühit şəraitinin təsirini öyrənir bu üsul və barmaq izlərini də az öncə biz xüsusilə vurğuladıq ki, hətta eyni yumurta əkizlərinin belə barmaq izləri eyni deyil. Çünki barmaq izlərinin formalaşmasında mühit amilləri xüsusi rol oynayır. Bu qədər. Ümid edirəm ki, anlaşıqlı oldu. Sizcə hansı yumurta əkizlərini yadda saxlamaq daha asandır və yaxud da başqa hansı bunların fərqli xüsusiyyətlərini qeyd eləyə bilərsiniz? Yəni bunları siz öz şərhinizlə bildirə bilərsiniz, komment yaza bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm və eyni zamanda siz şərh bölməsində çətinlik çəkdiyiniz hər hansı bir mövzunu yaza bilərsiniz. Növbəti izahımız onunla bağlı olacaq. Təşəkkürlər.